Hamısında da mən varam. Elə bir ki, videonun şeydir, mən tərsiyim. Hələ bir dəfə var, belə eləyirdim. Deməli, öyrənəcəksiniz. Getdim də mən. Səbəbləri başdan soruşacağam. Yenə deyirəm, əvvəldən. Məndə ağac açsam. Səndə yanınıza çıxmır. Deməli, uşaqlar, Şah 1-ci Abbas. Başlayırıq Şah 1-ci Abbası öyrənməyə. Hakimiyyət dövrünə baxacağıq. 1587, 1629-42 il hakimiyyətdə qalıb. Yəni, o da çox hakimiyyətdə qalıb. Şah Məhəmməd, Şah 1-ci Təhmasib kimi, babası kimi. Yadınızdadsa, Şah Məhəmməd Xudabəndədən danışdıq və uşaqlar dedik ki, Məhəmməd Xudabəndən dövründə səbəbi xeyli zəiflədi. Məhəmməd Xudabəndən dövründə səbəbi zəiflədi və torpaqlarımız işğal olmuşdu, düzdür? Neydə buram? İkinci səbəbi Osmanlı müharibəsi nə vaxtdır? 78, 90. Ay sağ ol. 1578-1590 səbəbi Osmanlı müharibəsi ikinci mərhələsi idi, düzdür? İndi uşaqlar fikir verin, bu müharibənin başa çatması 1590-da kimin dövrünə düşür? Abbasın dövrünə düşür. Ya başlaması kimin dövründə idi? Məhəmməd Xudabəndən dövründə Osmanlı udurdu, yadınızdadsa bu döyüşləri ancaq. Amma bitirən Şah Abbasdır. Çünki fikir verin, ikinci səbəbi Osmanlı müharibəsinin gedişində ardıcıl qələbələr qazanırdı Osmanlı. Səfəvi torpaqların böyük bir qismini itirmişdi. Böyük bir qismini itirmişdi. Belə olanda, bu bilirsiniz də Səfəvilər dövlətində vəkil var idi, vəzir var idi, Ali Məclis oldu, orada oldu, Ağsaqqallar Şurası kimi, eləmi? Oradakı ziyalı şəxslər deyirlər ki, bu Məhəmməd Xudabəndə ilə olacaq iş deyil. Çünki Məhəmməd Xudabəndə çox zəif hökmdardır, siyasi bilikləri yoxdur, öz əsgərlərindən söz keçirə bilmir, feodallarına söz keçirə bilmir. Deyirlər, gəlin Məhəmməd Xudabəndə taxtdan dedirək Şah Abbası hakimiyyətə gətirək, Şah Abbas 13 yaşında taxta çıxır. Təbii ki, 13 yaşındakı ağılla idarə eləmirdi, çünki hələ az yaşlı idi. 16 daha düz desə, 16 yaşında, mən səhv elədim, 16 yaşında taxta çıxır. Onun vəkili var idi, bilirsiniz ki, Səfəvilər dövlətində ikinci şəxs idi, vəzir var idi və Ali Məclis var idi ki, Ağsaqqallar Şurası idi da. Onların köməyi ilə, onların məsləhəti ilə Şah Abbas qərarlar qəbul etməyə başlayır, Səfəvi dövlətini idarə etməyə başlayır. Uşaqlar, Şah Abbasın dövrü Səfəvilərin ən qüdrətli dövrü olacaq ha. Bax, biz indiyə qədər keçdiyimiz hökmdarların içində hələ zirvə dövrü indi gəlir. Şah Abbasın dövründə gəlir. Şah Abbas hakimiyyətə gəlir, bir dənə fikir verir, dərsi dinləyin. Görün qarşısında hansı çətinliklər var. Birincisi, intizamsızlıq var dövlətdə. Məmurların özbaşınalığı var. Orduda özbaşınalıq var. Səfəvi ordusu dağınıq vəziyyətdədir, düzdürmü? Daxildəki bu problemi həll etmək lazımdır. Birinci məsələ. İkinci məsələ. Osmanlının işğal etdiyi torpaqları azad eləmək lazımdır. Osmanlı torpaqlarımızı işğal edib və ikinci səbəbi Osmanlı müharibəsi davam edir. Üçüncü məsələ. Şeybanilər, bilirsiniz ki, bayaq demişdik, Xorasanı ələ keçirmişdilər. Neçənci ildə? 1586. Şeybanilər təzədən Xorasanı ələ keçirirlər. Oranı geri qaytarmaq lazımdır, yəni Şeybanilərlə müharibə aparmaq lazımdır. Dördüncü məsələ, Portuqaliyadan Hörmüz limanını geri qaytarmaq lazımdır. O, babası Şah İsmail səhv eləmişdi, yadımıza gəlir. Silah gətirmək adına Hörmüz limanını gətirə bilməmişdi. Hörmüz məsələsi də Portuqaliya məsələsi. Yəni Şah Abbasın qarşısında məqsədlər var idi ki, bu missiyaları yerinə yetirməliyəm mən. 30 ilə, 40 ilə fərqi yoxdur. Nə vaxta qədər ki, hakimiyyətdə qalacaq, səbəbini ideal sərhədlərinə çatdırmalıyam, ideal vəziyyətinə çatdırmalıyam. Təbii ki, çox ağır vəzifə var Şah Abbasın qarşısında, amma Şah Abbas doğrudan da çox nüfuzlu bir Azərbaycan hökmdarıdır, bütün Azərbaycan tarixində hörmət edilən bir hökmdardır ki, bütün bu missiyaları, çətinliklərin öhdəsinə gəlməyi bacaracaq Şah Abbas. Amma Şah Abbas hakimiyyətə gəldiyi səfərdə çox ağır vəziyyətdə idi, torpaqlar işğal altında idi. Osmanlı işğal altında idi, çünki Xudabəndən dövründə biz uçurmuşduq döyüşlərdə, ölkədə daxili çəkişmələr var idi. Belə olan halda 1590-cı ildə İstanbul sülhü bağlanır uşaqlar. Görsən, bu dəfsini, sən belə soru. İstanbul sülhü Səfəvi Osmanlı arasında bağlanır.
dinləyin uşaqlar. Bundan fikir verin. 2-ci Səfəvi Osmanlı müharibəsi başa çatır. İstanbul sülhündən. 1578-90 düzdür? Çıldır döyüşündən başlamışdı. İstanbul sülhündən bitdi, amma Osmanlı xeyrinə bitir. Bu müharibədə Osmanlı qələbə qazanır. Sülh müqaviləsini bağlayan Abbasdır. Amma bu Abbasın günahı deyil, bu məğlubiyyət. Niyə? Çünki Abbas gələndə artıq uçmuşdular müharibəni. Atasının günahıydı, Xudabəndən günahıydı. Abbas gəlir, deyir ki, biz bu halda müharibə apara bilmərik. Gedin biraz islahat keçirin. Telefonları yığışdırın da uşaqlar. Abbas deyir ki, gedin biraz islahat keçirin. İslahat keçirin, dövləti gücləndirin. Təzdən gəlib işğal edilmiş torpaqları azad edəyərəm. Ağıllıcadır da, düzdür? 1590 İstanbul sülhü şərtlərinə baxın. Çox maraqlı sülh müqaviləsidir. Xalxal, Ərdəbil, Zəncan, Ərdəbil, sonra Zəncan, Qaradağ, Qəzvin, Lənkəran, Qaradağ, istisna olmaqla qalan bütün Azərbaycan torpaqlarını Osmanlı işğal edir. Fikir verin. Bunlar səbəbində qalır. Çünki deyil istisna, bunlar istisnadır. Qalan bütün Azərbaycan torpaqları Osmanlı tərəfindən işğal olunur. Demək, Osmanlı Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal edir. 1590-cı İstanbul sülhündə. Torpaqlarımızın, Azərbaycan torpaqlarının 70-80% keçir Osmanlı işğal altına. Başa düşdünüz? Çox ağır bir sülh müqaviləsidir. Səbəbi tarixin ən ağır şərtli sülh müqavilələrindən biridir. Hətta ən ağır şərtli sülh müqaviləsidir. İstanbul sülhü 1590-cı ildə. Amma Abbasın günahı deyil. Düzdür, Abbas imzalayır bu müqaviləni. Hakimiyyətə gələndən 3 il sonra. Çünki gələndə uçmuşdular. Abbaslıq bir şey yox idi da. Başa düşdünüz? Atası Xudabəndə ucuzmuşdur müharibəni. Abbas deyir ki, cəhənnəm nə itirmişiksə itirək. Gedim istilahat keçirim. Gəlib Osmanlıdan qaytararam o torpaqları yenə. Və Osmanlı ilə müharibəni dayandırıb başlayıb islahatlara. Bununla da 2-ci Səfəvi Osmanlı müharibəsi İstanbul sülhü ilə Osmanlı xeyrinə bitir. 1-ci Səfəvi Osmanlı müharibəsi hansı sülhlə bitmişdi? Amasya 1555. O bərabər bitmişdi daha çox. Amma 2-ci Səfəvi Osmanlı İstanbulla bitir Osmanlı xeyrinə. Abbas başlayıb islahatlara. Abbasın islahatları tarixdə çox məşhurdur. 1-ci hərbi islahata başlayacaq Abbas. Çünki ölkədə hərbi islahat keçirmək lazımdır. Ordu çox ağır bir vəziyyətləri, dağınıq vəziyyətləri. Və hər iki silah gətirir. Odlu silah. Yadımıza düşürsə Şah İsmail Şah İsmail silah gətirmək istəmişdi. Hansı dövlətdən? Portuqaliyadan gətirmək istəmişdi odlu silah. Şah İsmail'i aldatmışdılar. Amma axır ki Şah Abbas odlu silah gətirir, Səfəvi dövlətinin silahı olur. Məsələn, orduda tüfəngçisi dəstəsi yaradılır. Tüfəngçisi dəstəsi, tüfəng odlu silahdır da. Sonra topçu dəstəsi yaradılır. Artilleriya dəstəsi deyirlər, yaradılır. Sonra uşaqlar yadınıza gəlir Səfəvi dövlətində çərik var idi. Nə idi çərik? Süvari qoşunu. Qorçubaşı onun rəhbəri idi. Yəni çərik ordu idi, dəstə idi. Atlı dəstə. Eləmi? Amma çərik artıq yaxşı döyüşə bilmirdi. Ona görə çəriyi ləğv edir, yerində qulam dəstəsi yaradır. Çox yaxşı döyüşkən bir ordu idi qulam dəstəsi. Deməli, bu çox düşün. Qulamları yaradan Şah Abbasdır. Qulam nədir? Adına dediyi kimi, qulam əksəri qul olub əvvəllər. Qulam, yəni Şah Abbasın dövründə yaranıb. Əksəriyyəti kimsəsiz uşaqlar idi. Osmanlıdakı yeniçərilərə bənzəyirdi. Onun nümunəsində yaratmışdı. Erməni, Çərkəz, Gürcü, əksəriyyəti xristiyanlar idi. Kimsəsiz ki, kim var, onları götürürdülər uşaq evindən, 2 yaşından, 3 yaşından. Dövlət böyüdürdü, xüsusi təlimlər keçirdi onlara hərbi məktəblərdə. Və Səfəvi ordusunda onlar xidmət edirdilər. Qulam kimi. Başa düşdünüzmü? Bu olur Səfəvi ordusunda hərbi islahat. Bir məsələ var, onu yazmıram, çox uzun çəkir. Yazılıb ki, Şah 1-ci Abbas Qızılbaş əskərlərinə, Qızılbaş dedik Səfəvidir də, əskərlərə yəni, tək başına silah gəzdirməyə qadağan edir. Tək başına silah gəzdirməyə qadağan edir. Nə demək? Silah verir, ilk dəfə bunun dövründə silah gətirilir ölkəyə, düzdür? Bundan qabaq bizim silahımız yox idi ki, Azərbaycan tarixində ilk dəfə silah olur. Amma görməmişik yaxı silahı. Əskərlər sıxırlar silahı göyə atırlar gecələr. Biri ora atır, biri bura atır. Görməyib baxır. Bundan deyir ki, olmaz, hep oyuncaq deyil. Sən bundan yoldaşımı yaralaya bilərsən, öldürə bilərsən, başa düşdün? Bu qılıç kimi deyil də, ağır daha ağır şeydir. Bir gündə adam öldürər. Ona görə deyir ki, vapşi, sən
Yalnız döyüşdə silah işlədə bilərsən. Döyüşdə kənar qətiyyən silah işlədə bilmərsiniz. Qızılbaş əsgərlərinə silahla tək başına silah işlətməyə qadağan edir. Başa düşdünüz? Bu olur Şah 1. Abbasın hərbi islahatı. Başa düşdünüz hərbi islahatını. Gördünüz elə çətin bir şey yoxdur. Qulam dəstəsi yaradır, topçu dəstəsi, tüfəngçi dəstəsi yaradır. Bir də ki, silah gəzdirməyi tək başına qadağan edir. Şah Abbasın hərbi islahatı uğurlu olur uşaqlar. Səfəvi ordusu xeyli güclənir. Sonra Şah Abbasın inzibati islahatına gəlirik. İnzibati nə deməkdir? Ərazi. Ərazi dəyişiklikləri həyata keçirir. Hansı ərazi dəyişiklikləri? 1593-cü ildə Vahid Azərbaycan bəyliyi yaradır. Azərbaycan adını qoyub, da vaxtında. Azərbaycan adı siyasi anlamda tarixdə ilk dəfə bu vaxt işlədilir. 1593-cü ildə. Azərbaycan. Bəli. Səfəvi dövlətində 4 dənə bəylik faydı. Bayaq sual cavabında demişdiniz. Qarabağ bəyliyi, Çuxursat bəyliyi, Şirvan, Təbriz. Düzdür? İndi isə bir dənə Vahid Azərbaycan bəyliyi yaradır. Daha birlər deyildi. Birləşdirir bəyliyi. Hamısı bilir. Hə, Vahid Azərbaycan bəyliyi. Başa düşdünüz? Azərbaycan ərazilərini Azərbaycan bəyliyi adı altında birləşdirir. Mərkəzini də Ərdəbil şəhəri eləyir. Azərbaycan bəyliyi mərkəzini. Bu ücü inzibati islahatlarından. Bəyliyi inzibati bölgüdür. İkinci 1598 paytaxtı köçürür İsfahana. Yadımızdadır Səfəvilərin 3-cü paytaxtı İsfahan olmuşdu. Hardan köçürür paytaxtı İsfahana? Qəzvindən İsfahana köçürür. 1555-də Qəzvin idi, 98-ə qədər. 98-də İsfahana köçürülür paytaxt. Bundan sonra dövlət dağılana qədər həmişə Səfəvilərin paytaxtı İsfahan olacaq. Niyə? Çünki Qəzvin Osmanlıya çox yaxın idi. Osmanlı tez-tez ora hücum edirdi. İndi İsfahan daha strateji, daha əlverişli yerdə. Ona görə paytaxtı İsfahana köçürür. 1736-cı ilə qədər dövlət dağılana qədər Səfəvin paytaxtı İsfahan olacaq. Deməli, 2 dənə inzibati islahat oldu, düzdür? Bir də İsfahanda özünə bir məhəllə saldırır. Abbasabad məhəlləsi öz adına. Özünə yeni bir məhəllə saldırır. Abbasabad məhəlləsi. Və Qəzvindəki tərəfdarları var idi. Əvvəlki paytaxt Qəzvin idi axı. Qəzvindəki tərəfdarları da köçürür Abbasabad məhəlləsini. Deməli, köçürmə siyasəti həyata keçirir. Başa düşdünüz? Bu oldu inzibati islahat. Və Şah Abbasın islahatlarından sonra Səfəvi dövləti güclənir. Öz gücünü bərpa edir. Başa düşdünüz? Dövləti mərkəzləşdirir. İndi Şah Abbas nə eləməli uşaqlar? Osmanlı ilə müharibəyə başlayır. Bu problemləri həll eləməlidir. Birinci problemi həll elədik, intizamsızlığı. Orduda intizam yaratdı, bölgələrdə intizam yaratdı. İndi ikinci məsələ. Yox, əslində ikinci məsələ Şeybanilərdir. Xorasanı geri qaytarmaq lazımdır, düzdür? 1599-cu ildə yenə Şeybanilərlə müharibə olur. Xorasan ikinci dəfə qaytarılır. Orada oyun oynayırlar. Şah Abbas yenə Şeybaniləri məğlub edir, Xorasanı geri qaytarır. Xorasan ilk dəfə nə vaxt ələ keçirilmişdi? 1510 Mərv döyüşündə. Xorasanı ilk dəfə Səfəvilər ələ keçirmişdi, düzdür? Sonra bayaq dedik ki, 86-89-da Xudabəndə oranı itirdi. Abbas ikinci dəfə oranı geri qaytardı 1599-cu ildə. Bu dəfə həmişəlik Səfəvilərdə qalacaq. Yaxşımı? Xorasan, deməli Şah İsmaillə Şah Abbasın oxşar cəhətidir. Xorasanın ələ keçirilməsi və Şeybanilərin məğlub edilməsi. Olarmı? Olar. Amma Şeybani elə də güclü deyildi. Xorasanı geri qaytarmaq üçün. Sıra gəlir Osmanlıya. Osmanlı məğlub eləmək lazımdır, torpaqlarımızı ələ keçirmək lazımdır. Osmanlı torpaqlarımızı ələ keçirmişdi. Bayaq dedik, İstanbul sülhü necəncə ilə 1590-da İstanbul sülhü bağlandı və çox ağır şərtli sülh müqaviləsi idi. Biz dedik ki, bu torpaqlarımızın böyük bir hissəsi Osmanlı işğal elədi, düzdür? İndi Abbas islahat keçirir, dövləti gücləndirir, indi gedir Osmanlı ilə müharibə aparmağa. Uşaqlar, 3-cü Səfəvi Osmanlı müharibəsi başlayır. 3-cü Səfəvi Osmanlı müharibəsi. 1603-1612. Bu dəfə Abbas başlayır müharibəyə ki, itirilmiş torpaqları geri qaytarsın. Atasının dövründə itirilmiş torpaqları. Başa düşdünüz? Bəs İstanbul sülhündə Şərqi Gürcistan İranın qəlbi. Bütün İstanbul sülhündə, hə, bütün Gürcistan Osmanlıda qalmışdı. O da Osmanlı qalmışdı. 1603-1612 3-cü Səfəvi Osmanlı müharibəsi başlayır. Deməli, ikinci nə vaxtdır? 78-90. Bunu Osmanlı udmuşdu, düzdür? Torpaqlarımızı işğal eləmişdi, düzdür? İndi Abbas
burada itirdiklərini burada geri qaytaracaq. Nə itiribsə? Dizra 5. Hə. Her şey. Beyaz yazıcı olmalı. Bayaq itirdiklərin hamısını 3-cü Səfəvi Osmanlı müharibəsini geri qaytaracaq. Amma çətinliklə 9 il müharibə gedir. Burada bir döyüş var, məşhur döyüş. 1605 İkinci Sufyan 20 il döyüşü. sonra. Deyirəm. Səfəvi qalib gəlir Osmanlıya. Şah Abbas Osmanlı qüvvələrini çox ağır məğlubiyyətə uğradır. İkinci Sufyan döyüşü 1605-ci ildə. Yadınızdadsa birinci Sufyan var idi. Neçənci ildə idi? 85. 1585-də birinci Sufyan var idi. Kim udmuşdu? Osmanlı. Osmanlı. Birinci Sufyan'da Osmanlı udmuşdu. Üstünə 20 gəlir 520. 1605. İkinci Sufyan'ı Səfəvi udub. Bax, burada diqqətli olun, testlərdə görəcəksiniz. Deməli, fikir verin. İki dənə Sufyan döyüşü var. 1585 birinci Sufyan Osmanlı udub. Üstünə 20 gəlirsiniz 1605. İkinci Sufyan bu dəfə Səfəvi udub. Səfəvilər birinci Sufyan'da itirdiklərini ikinci Sufyan'da geri qaytarırlar. Yaxşı mı? Abbas geri qaytarır. Atasını itirdiyi, Xudabəndən itirdiyini 20 ildən sonra geri qaytarır. İkinci Sufyan'da qalib gələrək. Qısasını alır da birinci Sufyan elə bilir. Və yazılıb ki, ikinci Sufyan döyüşündə 1605-də Səfəvilər həm Turan taktikası, həm yandırılmış torpaq taktikasını istifadə ediblər. İkisi bir arada belə. Hə. Yani təxmansız işlətmişdi. Yadınızdasa Turan taktikası həmişə olub. Bəli. Yandırılmış torpaq taktikasını təmasız işlətmişdi. Süleyman'a Süleymanın yürüşləri zamanı, Osmanlı'nın yürüşləri zamanı. Osmanlı da oldu Turan'da. Amma Şah Abbas yeganə hökmdar idi ki, Azərbaycan tarixində hər ikisindən istifadə edib. Həm Turan taktikası, həm yandırılmış torpaq taktikasını istifadə edilmiş. Sonra 3-cü Səfəvi Osmanlı müharibəsi zamanı Ordubad vergidən azad olunur. Ordubad şəhəri görəcəksiniz. Ordubad şəhərini Şah Abbas bütün vergilərdən azad eləmişdi. Bütün vergilərdən. Var burada Ordubadda? Ben. Ordubadda sən Yok ben şuradan biliyorum. çox dərdlisiniz. Evet. Ha. Uşaqlar, bu Ordubadı niyə bütün vergilərdən azad eləmişdi? Bu Osmanlı işğal zonasındaydı. Şah Abbas gelirdi oranı azad eləməyə. Amma oranın əhalisi üsyan qaldırır Osmanlı qüvvələrinə qarşı. Osmanlı qovurlar oradan. Ordubad əhalisi özü. Üsyan qaldıraraq Osmanlı oradan qovurlar. Abbas'a ehtiyac qalmır. Abbas birbaşa ora şah kimi gelir. Döyüşə ehtiyac qalmır. Bu da Abbas'ın çox xoşuna gəlir ki, gör nə qəşəng insanlardır bunlar. Mənə ehtiyac görməyiblər. Özləri üsyan qaldırıb Osmanlı buradan qovalayıblar. Ona görə də Abbas Ordubad əhalisini çox sevir və onları bütün vergilərdən azad edir ki, sizə halaldır. Siz mən gəlmədən özünüz Osmanlı qovalamısınız burada. Hətta onlar üçün bir bazar tikdirir. Qeysəriyə bazarı. Ordubadlar. Bir defa diyor. 1585 ildə yandırılmamışdı o. Hə. O yetişmişdi uzun Hasan. Yox, o Təbrizdə tikdirir Hə, Qeysəriyə. Təbriz tutulanda Başqa yandırılır yerdə. eyni Hə, zamanda. o sən dediyin Təbrizdəki Qeysəriyyədir, hə. Başka ne var? Bu başqa Ordubadda Qeysəriyə bazar tikdirir. Danalar üçün bazar tikdirdi onlara, bir də vergilərdən azad Və elədi. belə Danalar iki üçün dənə yazır. Qeysəriyə bazar oldu ha. Hə. Təbriz. Hə, ay son iki dənə Qeysəriyə bazar olmuş. Müharibə uşaqlar 1612-ci ildə 2-ci İstanbul sülhündən bitir. Digər adı nədir? Sərab sülhü. Niyə səbəb? İkisini də bilməlisiniz. Gah testlərdə Sərab sülhü yazır, Bilen gah 2-ci İstanbul sülhü yazır. Elə də düşür belə də. Sistem. Hə? Birin yazsın ben diyeceğim. Hə, nə ki, belə də yazıb, belə də öyrənəcəksiniz. Deməli, birinci İstanbul nə vaxt idi? 1590. İkinci 1600. Osmanlının qələbəsindən bitmişdi, düzdür? Səbəbi nə itirirsə, 1612 2-ci İstanbulda geri qaytarır. 32. Başa düşdünüz? Şey. Mən riyaziyyatım. Sərab sülhündə geri qaytarır. Yaxşı? 1591-ci İstanbul, 1612 2-ci İstanbul sülhü. Bunları yaxşı yadda saxlayın. İkinci adı Sərab sülhüdür, 2-ci İstanbul. Abbas nə edir? Osmanlının işğal etdiyi torpaqları geri qaytarır. Başa düşdünüz? Deməli, Abbas dövlətin gücünü bərpa edir. Hakimiyyətə gələndən sonra. Sonra yazdı şey. Hə, Şey. o birinci İstanbul idi. Ondan sonra kazanırdı onlar dövüşler. Ha, ikinci İstanbulda qalib gəlir artıq. Birinci İstanbulda səfərdə bitirdiklərini ikinci İstanbulda geri qaytarırlar. Başa düşdünüz? Yəni ikinci İstanbul sülhünün şərtində yazılıb ki, Amasya bərpa olunur. Yəni ikinci İstanbulda, birinci İstanbulda itirdiyini Abbas geri qaytarır. Başa düşdünüz? Fikir verin, Abbas
dövlətdə islahatlar keçirdi, dövləti gücləndirdi. Şeybaniləri məğlub elədi, Xorasanı geri qaytardı. Osmanlı ilə işğal edilmiş torpaqları azad elədi, amma bitmir. 4-cü səfərdə Osmanlı müharibəsi başlayır. 4-cü bayaq küçük də. Abbasın dövründə. 1616, 1618. 4-cü səfərdə Osmanlı müharibəsi bu dəfə az çəkib 2 il. İndi tələsmə gəl. 1618 5 dənə olacaq. Mərənd sülhü. 4-cü səfərdə Osmanlı müharibəsi Mərənd sülhündən bitir. Sınıq körpü döyüş var da. Hə. 1618 Mərənd sülhü bu dəfə də demək olar bərabər bitir. Konkret bir üstün tərəfi yox idi. Bir şey eləmirlər, alırlar qaytarırlar. Hə, vallah. Alnı verirlər. 4-cü səfərdə Osmanlı indi də yəni rahat bir şey indi öyrənsiz, hansı sülh müqaviləsindən yekunlaşmanı öyrənsiz. 4-cü səfərdə Osmanlı müharibəsi uşaqlar. 4-cü səfərdə Osmanlı müharibəsi 1616-18-ci illərdə Mərənd sülhündən bitib. Yenə Amasya sülhü şərtləri bərpa olunur. Biraz sakitlikdə səsimiz gedir oraya, evdə baxanlar eşitməyəcək. Mən sən sakit. Nasıl səssiz? Oldu başda. Sonra Mən də gözüm eşim dilənmir dedim mən. uşaqlar bununla bitmir 5-ci səfərdə Osmanlı müharibəsi başlayır. 5 dənə səfərdə Osmanlı müharibəsi olacaq. 1622-1639. Bu dəfə 1639-cu ildə Qəsr-i Şirin sülhündən başa çatır. Məşhur sülh müqaviləsidir. Qəsr-i Şirin sülh müqaviləsi. Düşmənsə buradadır. Yox, çox var. Abbasın vaxtı 1620. Abbasa düşmür belə şey. Səhvdir. Qəsr-i Şirin sülhündən Səfəvi Osmanlı müharibələr başa çatır. 16-17-ci əsrlərdə olan müharibələr. Şükür Allah al verir. Nə qədər müharibə apardılar Səfəvinə Osmanlılar. Qəsr-i Şirin sülhü. Hələ yer alırdı da orada bağlamışlar sülh müqaviləsini. 1639-cu ildə məşhur sülh müqaviləsi Səfəvi Osmanlı müharibələri başa çatır. Yenə Amasya sülhü bərpa olunur. Şərtləri də olduğu kimi qalır. Başa düşdünüz? Amma bir məsələ var, uşaqlar. Şah Abbas 1629-da dünyasını dəyişib, fikir verin. Şah Abbasdan sonra hakimiyyətə gəlib oğlu Şah 1-ci Səfi. Səfi, elə səfi. 1629-1642. Fikir verin. 1629-1642 Şah 1-ci Səfi. Görün, Qəsr-i Şirin nə vaxt bağlanır? 1639. Deməli, Qəsr-i Şirini bağlayan artıq Şah Səfidir, Abbas deyil. Müharibəni başladan Abbas idi, amma bitirən oğlu Şah Səfidir. Bildiniz? Bitiririk. Deməli, Səfəvi Osmanlı müharibələri başa çatdı, amma fikir verin, Şah Abbas ucuzmadı Osmanlıya. Həqiqətən ucuzmadı. Hətta əksinə 3-cü Səfəvi Osmanlı müharibəsini Abbas udub, işğal altında olan torpaqlarımızı geri qaytarmışdı. Bu da Şah Abbasın çox böyük uğuru idi. Düzdürmü? Bəli, çox ağırlar var. Ona görə Osmanlı ilə müharibələrdən də üzah çıxır. Amma bir məsələ qalıb. Hörmüz limanı, Portuqaliya məsələsi. Bundan problem var. Yadınıza gəlir, Portuqaliyalılar Hörmüz limanı tutmuşlar. Kimin dövründə? İsmailin Şah İsmailin dövründə. Təxminən 1514-cü ildə. Ananda fərqi. Şah İsmail uşaqlar. Odlu silah gətirmək istəyirdi Portuqaliyadan. Yadınıza gəliriz 1514-cü ildə. Amma Portuqaliya odlu silah verməmişdi Şah İsmailə. Üstəlik İran körfəzindəki Hörmüz limanı ələ keçirmişdi, eləmi? İndi uşaqlar, Portuqaliyadan həmin limanı geri qaytarmaq istəyirdi. Amma Portuqaliya güclü dövlət idi. Aralıq dənizində, Hind okeanında çox qüdrətli bir dövlət idi. Tək gücü çatmır Şah Abbasın. Nə qədər güclənsə də Şah Abbasın tək gücü çatmır. Ona görə də İngilislərlə birləşir Şah 1-ci Abbas. 1621-ci ildə Əbədi Dostluq adlı bir müqavilə var. Əbədi Dostluq müqaviləsi. İngiltərə və Səfəvilər arasında Əbədi Dostluq müqaviləsi imzalanır. Görürsünüz, İngilislərlə dəxlisi var. İngilislər Portuqaliyanın düşmənidir Avropada. Xüsusən də okeanlarda bir-birinə rəqibdirlər. Səfəvilər nə deyir? Düşmənim mənim dostumdur. İngilislər də güclü dövlətdir, güclü donanmaları var. İngilislərlə kömək alır Şah 1-ci Abbas. Portuqaliyanı məğlub edir. 1622-ci ildə, bir ildən sonra Hörmüz qayıdır. Görün uşaqlar, Şah 1-ci Abbas
Nəinki Osmanlı işğal etdiyi yerləri qaytarır, nəinki Xorasanı geri qaytarır. Hətta ulu babası Şah İsmail itirdiyi Hörmüz limanını da qaytarır. Gördünüz, Abbas ona görə də uşaqlar Səfəvi dövlətinin zirvə dövrüdür. Şah 1-ci Abbas Səfəvi imperiyasının sənədlərini bərpa edir. Onsuz da çökəcək, amma bəli, Şah Abbas daha tez qarşısını alır. Bəli, o olmasaydı həqiqətən də Şah Abbas olmayı Səfəvi tez dağılası idi. Və 1622-də, yəni neçə ildən sonra təxminən 100 neçə il eləyirlər, 108 il eləyir, 110 neçə il eləyir, düzdür? 110 il deyək də, 110 ildən sonra uşaqlar, Şah Abbas Ölür. yox, ölmür. 110 il alır. Ona nə var o yaşıyorlar? Yox. Şah Abbas 110 ildən sonra Hörmüz limanını geri qaytarır. 100 illik səfər. Yəni o kişi yaşayıb 110 ildə yəni. Yox, niyə acıb da var? 1527, 1629. Ay müəllim, Ha? 110 il yəni o yaşayır. Allah. Qaytarırdı. 110 ildən sonra o bir dünyadan qaytarır. Şah Səfi də dövrünü öyrənərsiniz ha. Sən belə yəni. Müəllim, o nə